nəyini aldadırsan, hansı düşüncəni, hansı hissini, hansı hissindən qaçırsan. Yoldaşımdan gizlin yaşayıram və hər şeyimi kontrol altına salmağa çalışır ki, mən yoldaşıma bir daha xəyanət etməyim. Bu da həqiqətən bu bir pozuntudur və bunun terapiyaya ehtiyacı var. Əgər sən bağışlayırsansa və qarşı tərəfin səmimiyyətinə inanırsansa, bunu bitirməlisən. Əgər sən qadın üçün deyirəm və ya kişi üçün fərqi yoxdur. O şübhələrlə yaşayacaqsansa, davam etdirəcəksənsə, bu bir həm qarşıdakını, həm özünü zülmə, cəhənnəmə salmış kimi olursan və o münasibət də qırıq-qırıq şəkildə baş verir. Bir münasibətinizə baxmaq, həqiqətən də bu münasibətdə mən xoşbəxtəmmi? Mən nəyə görə bunu edirəm deyə bir sual vermək daha yaxşı deyilmi? Əsas özüm, əsas gözümə xoş gəlmisiniz. Mən Rüyalə Məhəmməd və tərəfdaşım Ruqiyə Əliyeva. Xoş gəlmisiniz. Bugünkü mövzumuz xəyanətlə bağlıdır. Açığı desəm, həm ağır, həm də çox tələblərə, yəni çox istəklərə baxaraqdan bu mövzunu seçdik. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Həm ümumi hər kəsdən olan sualları cavablandıracağıq, həm də öz fikirlərimizi deyəcəyik deyə düşünürəm. Deyilmi Rüyalə xanım? Doğrudur. Yəqin ki, bir insan bir ömür boyu bir xəyanətə məruz qalır. Bu partnyor tərəfindən də ola bilər və yaxud dostu tərəfindən də ola bilər, bir insan tərəfindən də ola bilər. Yaxşı, bəs bizim danışacağımız xəyanət bu ikili münasibətlərdirmi? Həm ikili mövzu, yəni ikili münasibətlərdən xəyanətdən danışaq deyə düşünürəm. Həm də özünə olan xəyanətdən də danışaq. Çünki insanlar xəyanət edir, yəni aldadırlar. Bu xəyanət sadəcə cinsəllik barədə deyil. Xəyanət ola bilər, düşüncə olaraq xəyanət edə bilər, aldada bilər partnyorunu və yaxud da aldatma, yəni xəyanət dediyim şey söz verib onu etməyə də bilər. Bu da çox böyük məsələdir ki, insanlar sadəcə xəyanəti cinsəl yolla olan aldatma kimi düşünürlər. Bəzi insanlar heç o belə maraqlı deyil. O deyir ki, sadəcə o məni sevsin, sevgidə aldatmasın. Bu kimi cümlələr də işlədilir həqiqətən də. Qadınların sevgi anlayışı deyir, o əşi bir dəfə yaşadı və bitdi. Bir gecəlik idi, amma mən onun üçün daimiyəm. Bu düşüncədə olan xanımlarımız da var ki, onu heç xəyanət kimi də görmürlər. Həqiqətən də ən qəribəsi mənim üçün odur ki, qadın bəzən deyir ki, mən onun telefonuna ya da onun şəxsi həyatına baxmaq istəmirəm. Çünki mən bilirəm ki, axır əvvəl orada bir şey tapacam və mən onun xəyanət etdiyini bilirəm. Amma mən onu görmək istəmirəm. Görsəm, heç də yaxşı olmayacaqdı mənim üçün. Çünki biləcəm və daima o barədə düşünəcəm. Ən yaxşısı bilməməkdir. Sanki güvənirmiş kimi bilməməyim mənə zərər vermir. Sənin dediyin bir söz var idi ki, güvənmi, yoxsa bilməməkmi? Sən nə düşünürsən? Sənin çəkdiyin misaldan, yəni mən yoldaşımın telefonuna belə baxmıram. Çünki mən orada görmək istəmirəm. Görsəm, mən üzüləcəm, mənə pis olacaq. Orada düzdür, özünü düşünür. Orada biraz egoistik, narsistik tərəf var ki, sadəcə özünün üzüləcəyini düşünür. Amma yoldaşına güvənməyi seçmir. Demir ki, mən yoldaşıma güvəndiyim üçün telefonuna baxmıram. Deyir ki, mən üzülməmək üçün telefonuna baxmıram. Burada sən bayaq ilk başda dedin, özünü aldatmaq. Xəyanət zaten özünü aldatmaqdır. Nədən qaçırsan, nəyini aldadırsan, hansı düşüncəni, hansı hissini, hansı hissindən qaçırsan. Yəni, xəyanət dedikdə, bəli, burada sədaqətsizlik var. Amma nəyə sədaqətsizlik? Burada yenə gəlirik uşaqlıq travmalarımıza çıxırıq. Çünki xəyanət, aldatma dediyimiz şey uşaqlıqda olan bir boşluğu doldurmaq üçün etdiyimiz bir hərəkətdir. Bu sadəcə kişinin etdiyi bir hərəkət deyil. Hal-hazırda deyil, qadınlar da zaten xəyanət edirlər. Yəni bunu dediyimiz kimi fiziksel, seksual baxımdan da ola bilər və yaxud da danışaraq, münasibət quraraq, görüşərək də xəyanət edirlər. Həqiqətən də bir pasiyentim var idi ki, mənə deyirdi ki, mən ailəliyəm, uşağım var, hər şey, yəni
yoldaşımla hər şey qaydasındadır. Amma mənə yazırlar, mesaj yazırlar, sosial şəbəkələrdən birində yazırlar və mən gedib görüşüb onlarla ünsiyyət qurmaq istəyirəm. Və onunla görüşdüyümü anam bilir, anam bilir və mənə hər şey qadağan edib. Yoldaşımla gizlin yaşayıram və hər şeyimi kontrol altına salmağa çalışır ki, mən yoldaşıma bir daha xəyanət etməyim. Görün, və mən ona sadəcə bir şey soruşdum ki, atanla münasibəti necə idi? Deyir, çox pis idi, çox şiddət görürdüm. Atam daima məni döyürdü və deyirdi ki, sən qızsan, pozulacaqsan. Sanki burada mərdi qova-qova namərd etmək kimi bir şey var. Qadının qadın olduğunu hiss etməsi üçün sanki xəyanət etməsi normal kimi gəlir. Şuur altında bu proses gedir. Şuur altımız daima deyir ki, bu şey normaldır. Yəni ona sığınmağa başlayır və xoşbəxtlik orada axtarır. Yəni aldatma görürsünüzmü? Kiçik bir misal göstərdim. Təbii ki, bunlarla milyonlarla misallar göstərə bilərik. Amma aldatma xəyanətin kökəni yenə uşaqlıqda yaranan özümüzə qarşı aldatmadır, bir boşluğu doldurmadır. Doğrudur deyə düşünürəm. Burada bayaq sən dediyin kimi qadınlar da aldadır və bəli, hal-hazırda çox təəssüf ki, biz xəyanət dedikdə kişiləri nəzərdə tuturuq. Amma çox təəssüf ki, qadınlarımızın da faizi artıq kişi aldatmalarının sayına gəlib çıxıb. Amma nədənsə həmişə kişi xəyanətləri danışılır. Qadın xəyanətləri danışılmır. Kişilərin xəyanətləri belə deyək, mən deyərdim ki, ilk öncə xəyanət sədaqətsizlikdən başlayar. Amma baxır birinci özünə mi sədaqətsizlik edir və yaxud qarşıdakı insana niyə sədaqətsizlik edir? Hətta insan deyə bilər ki, kişilərdə çox vaxt olur ki, mən yoldaşımı da sevirəm və yaxud münasibətdə olduğu nişanlısı da ola bilər, yəni o sevdiyi bir qız da ola bilər, amma mənim buna ehtiyacım var deyir. Amma yoldaşımı da sevirəm. Amma bir qadın nə zaman xəyanət edir? Həqiqətən də onda o duyğusal, mental olaraq hər şeyi qarşıdakına qarşı bitirdiyində artıq o xəyanət etməyə başlayır. O zaman sual vermək olar ki, hansının xəyanəti daha dərin oldu? Belə bir şey var ki, qadın zaten bitirir. Qadın bir insanla cinsel münasibət yaşaması üçün həqiqətən də biraz emosiyalara, hisslərə ehtiyacı var. Kişilərdə də əslində hisslər var. Kişilərin sevgisi bir başqadır deyə düşünürəm. Həqiqətən də kişilər sevən də tam sevirlər, əgər sevdilərsə əsl mənada və sahiblənirlər. Əgər qarşı tərəfi tam sahiblənib, mənimsəməyiblərsə, hələ də xoşbəxti axtarmağa davam edirlər. Bu daha çox, hətta belə bir şey də var ki, özlərini tam dərk etmədən valideyni ısrarla tələb edir ki, ailə həyatı qur, biz nə vaxt nəvə görəcəyik falan. Bu şəkildə ailə həyatı qurur adam və tam özünlə bəzi şeyləri kəşf etmədən, bəlkə adamın cinsel tabuları var, bəlkə başqa istəkləri var, başqa nəvaziş, başqa diqqət istəyir, bilmədən çox erkən yaşda evlənir və evləndikdən sonra bunu kəşf etməyə başlayır. Və təbii ki, bu da yoldaşının da gəldiyi ailə mühiti çox belə qatı, dəqiq, onunla belə edə bilmir. Hətta burada bir çoxunun bu sendromun da yaşadığını görürəm. Kişilərin fahişə Madonna sendromu. Fahişə Madonna sendromu nədir? Kişilər analarını, yoldaşlarını o qədər böyük tanrısallaşdırıb müqəddəsləşdirirlər. Bəli, müqəddəs bir hala gətirdikləri üçün artıq yoldaşlarından seks həyatları belə tamamilə fərqli formada olur. Sənə yaraşmaz, sənə ayıbdır, geyiminə fikir. Yəni başqa cür yanaşırlar, amma həqiqətən də yəni özlərini xoşbəxt hiss etdiyi, təmin olduğunu hiss etdiyi anları isə başqalarıyla edirlər. Daha çox onların beynində yaxşı qadın var, pozğun qadın var. Bu kimi bir ayırma gətirdikləri üçün onlar öz yoldaşlarından deyil də başqa yoldaşlarından daha yaxşı, rahat, yəni xoşbəxt olurlar, belə deyim. Bəli, öz cinsel fantaziyalarını yoldaşına etmək onlar üçün tabudur. Bunun da yəni çox
gedib uşaqlığa çıxır. Bu bir kompleksdir. Özün bilirsən hansı kompleksdən söhbət gedir. Ondan sonra bu və gələcəkdə də bu öz cinsel fantaziyalarını öz yoldaşına bunu rəva bilməmək və onu kənarda gerçəkləşdirmək. Amma bunu kişilər onu özünə xəyanət kimi qəbul etmirlər. Amma bir kişinin xəyanət etməsinin səbəbləri altında təbii ki, bioloji, yəni təkamüldən qaynaqlanan səbəblər də ola bilər, bioloji də ola bilər ki, yəni kişilər poliqamik varlıqlardır. Amma bu o deməkdir ki, onlar yəni aldatmağa buna biz deyirik ki, təsdiqləri ki, aldatmalıdırlar. Sadəcə buna yəni çoxalmağa, belə deyək, nəslini artırmağa, nəslini davam etməyə yatqın varlıqlardır. Çünki yaradılışı onların elədir. Amma bunu nə zaman belə deyək, kontrol altına ala bilərlər? Öz güclərini gücləndikcə, öz güclərini artırdıqca, onlar sədaqətli olmağa meylli olurlar. Və var ki, ətraf mühitin təsiri, yetişdirilmə tərzi, bunlar hansılardır ki, oğlanların hamısı edər, kişilərin hamısı etməlidir və yaxud öz ailəsində görür, atasından görə bilər bunu və yaxud da ki, öz kişiliyini, güclülüyünü bununla belə deyək, ölçürlər, etməlidirlər və var ki, davranış pozuntusu ola bilər, amma bu da həqiqətən bu bir pozuntudur və bunun terapiyaya ehtiyacı var. Yəni bu insanın çünki instinktiv şəkildə olur, özünə mane ola bilmir və buna bir ehtiyac olaraq görür. Həqiqətən də çox təəssüf ki, bir çoxlarımızın ailəsində sırf kişinin xəyanəti normal, kişidir, etməlidir. Yəni etsə nə olacaq? Qadın sus, otur və bu şəkildə davranılır. Amma çox yanlış bir düşüncədir. Çünki özünü təsdiq etmək üçün adam ancaq cinsel yolla sanki etsə bu təsdiq etmiş olur, öz egosunu tatmin edir. Hətta elə insanlar var ki, tamam cinsəllikdən seks olaraq deyil də flört belə eləsə, flirtovat eləyir adam və deyir ki, mən buna ehtiyacım var, mən bunu etsəm özümü daha rahat və özgüvənli hiss eləyəcəm. Bunun da səbəbi yenə sən deyən kimi gəlir keçmişdəki uşaqlıq travmalarına çıxır. Çünki özünü təsdiq etmək üçün ata yəqin ki, hər zaman bu təsdiq növünü götürüb, o da gördüyü şeyi tətbiq etməyə başlayır. Xəyanətlərin bir çoxunda əslində yatan səbəbləri hər kəsə fərqlidir, individualdır. Çünki hər kəsin gördüyü ailə, vəziyyət, hətta bir ailənin içində bir neçə uşaq ola bilər, bacı, qardaş, hər bir fərqli təsirlənə bilər. Yəni bu eynən bir uşağa olunubsa digərlərə də olacaq deyə bir şey deyil. Hətta belə bir söz də var ki, bir ailədən çıxıblar, bir yeməyi yeyiblər, bir tərbiyəni görüblər, amma hər biri tamam fərqlidir. Çünki insanın təbiəti, xarakteri fərqlidir. İstər-istəməz buna verdiyi reaksiya da fərqli olacaqdır. Doğrudur deyə düşünürəm. Yenə də bəs bir sual versəm, deyək ki, evliliklərdə xəyanət olunduğu zaman bunu bağışlamaq, üstündən keçmək və yaxud evliliyi davam etdirmək hansı şəkillərdə olar ya da olmaz? Bax, belə bir şey deyim sənə, çoxluğu deyirəm və gördüklərimlə həm öz iş təcrübə, praktikamla nəzərə alaraqdan deyirəm, həm də gördüyüm ailə münasibətləri, tanışlar, qohumlardan görürəm ki, qadınlar heç bir zaman unutmur. Qadınlar bağışlayır, amma hər zaman, hər bir kiçik bir problem olanda tıp onu xatırlatma eləyir. Bu münasibətdirmi? Yox. Və qadınların içində bu getdikcə böyüməyə, sanki bir balaca qurd kimi yavaş-yavaş beyni yeməyə başlayır ki, bəlkə də yoldaşı adi kiçik bir gəzintiyə gedib, dostlarla oynamağa gedib, ya nəsə eləyir. Onda belə deyir, 100% mənə xəyanət eləyir, 100% bunu belə. Çünki artıq bir dəfə olub və bitib. Onun beynində bağışlama mexanizmasını işlətmək yerinə unutmamağı və ona bunun qisasını almaq üçün bir missiya kimi gəlir. Yəni insanlar əgər bağışlamaq təbii ki olar, əgər sən bağışlayırsansa və qarşı tərəfin səmimiyyətinə inanırsansa, bunu bitirməlisən. Artıq münasibətin sıfırdan başqa bir şəkildə başlamalıdır. Qadınlardan dedik, ya kişilər xəyanətə uğrasa necə olar? Mənim təcrübələrimə əsasən kişilər xəyanətə uğradıqlarında əgər ya bağışlayırlar, ya da ki heç bağışlamırlar. Amma qadınlar ki ikisinin ortasında qalır.
Yəni sənə heç vaxt unutdurmurlar, bağışlamış kimi edirlər, amma xəyanəti heç vaxt sənə unutdurmurlar. Bu zamanda nə münasibət ya var, ya da yoxdur. Yəni münasibət ya yaranır, davam edir, ya da ki heç yaranmır. Belə deyək də, yəni ortada qalmış kimi bir şey olur. Amma nə zaman bunu etmək olar? Əgər bir qadın deyək ki, evlilikdə xəyanətə uğradı və mən fikirləşir ki, mən evliliyimi davam etdirməliyəmmi, yoxsa etdirməməliyəm və bunu da qeyd edim ki, araşdırmalara əsasən qadınlar duyğusal aldatmanı heç bağışlaya bilmirlər, amma cinsəl aldatmaları filan biraz bağışlaya bilirlər, onlar keçə bilirlər üstündən. Amma burada nə etmək? İlk öncə nə etməlidir? Bir qadın burada nə etməlidir? Öncə o xəyanətə uğranılmışlığın bir yasını yaşamalıdır. Həqiqətən də o acını çəkməlidir. Nə bilim, yatacaqsa, yorğanın altına girəcəksə, yorğanın altına girib ağlayacaq, acısını çəkməlidir, depressiyasını yaşamalıdır. Onu bir yaşamalıdır o acını. Ondan sonra bir baxacaq, həqiqətən də burada bu evliliyin ucundan tutacaq bir belə deyək, sülh ağacı varmı deyə orada bir baxacaq. Mən bir insana həqiqətən də bu tərəfini sevirəm, o tərəfini sevirəm deyə varmı orada bir ümid işığı, onu tapmaq lazımdır. Amma bundan sonraki addımda cütlüklərin həqiqətən də bir böyük bir mübarizəsi olmalıdır. Bu da nə olacaq? Yəni öncə təbii ki bir cütlük terapiyasına müraciət etmələri daha doğru olardı və burada nə olmalıdır? İlk öncə xəyanət edən tərəf bir onun bedelini ödəməlidir. Həqiqətən də söz verib o bedeli ödədikdən sonra, yəni qarşılığını. Bu hər hansı bir acı ola bilər. Hər hansı, hətta deyə bilər ki, mən sənin üçün piyada bir neçə kilometr gəzəcəm məsələn. Bu belə onun üçün bir bedəldir. Yəni örgəşmədiyi bir şey. Əgər bir insan deyək ki, onun bir vəzifəsi var, deyək, bir insanın bəlkə də bir hörməti var, amma özünə əksi hiss edəcək bir şey etməlidir. Onun bedelini ödəmək üçün. Deyək ki, şoferi varsa metro ilə gedəcək. Yəni özünə o hissi yaşadacaq. Şoferli maşından gedib gəlirsə, belə deyək. Ondan sonra nə olacaq? Həqiqətən də qadın bundan sonraki həyatında o xəyanətə uğranmışlığı gündəmə gətirməyəcəksə və bundan sonraki addımlarında həqiqətən də ailənin davam etdirmək üçün o həyəcanı, o sevgini həqiqətən də davam etdirə biləcəklərsə, bir yerdə bunu qaldırıb davam etdirəcəklərsə münasibəti və kişi də söz verib yenə də xəyanətə uğramadığına dair o sözü, o güvəni, yenidən o güvəni qazanacaqsa, bəli, bu şeydə davam etdirmək olar. Digər təqdirdə, əgər sən qadın üçün deyirəm və yaxud kişi üçün fərqi yoxdur, o şübhələrlə yaşayacaqsansa, davam etdirəcəksənsə, bu bir həm qarşıdakını, həm özünü zülmə, cəhənnəmə salmış kimi olursan və o münasibət də qırıq-qırıq şəkildə baş verir. Amma deyək ki, onların uşaqları var və bəzən qadınlar çox vaxt deyir ki, mən uşaqlarıma görə dözürəm. Burada da bəzi faktorlar ortaya girir. Biraz maddiyyat faktora girə bilər ortaya. Ayrılmaq istəyirsə, amma maddiyyat faktorundan ayrıla bilmirsə. Yenə burada nəyə gəlib çıxır? Qadınlarımızın yenə özünü tanıması, öz ayaq üstlərində durması, öz məsuliyyətini anlaması, işləyib bəzən özünün pul qazanması ola bilər. Və yaxud da deyək ki, belə bir imkanı yoxdur. O zaman da həqiqətən də nə istədiyini biləcək, nə istədiyini bildikdən sonra mən bu acını çəkməyə bu cür də davam edə bilərəm. Deyək ki, mən ayrıldım, bu acını belə çəkməyə də razıyam, ayrılmadım, bu acını belə çəkməyə də razıyam deyibsə, orada da seçimləri artıq özünü məhv etmədən orada öz həyatını yenidən qura bilər hər iki şəkildə. Sən qeyd etdiyin kimi, həqiqətən də əgər xəyanət varsa və bunu bağışlamaq istəyirsənsə, öncədən razılaşma olmalıdır. Yəni bu münasibətin davam etdirməyimiz üçün, sağlam şəkildə davam etdirməyimiz üçün həqiqətən də razılaşma olmalıdır və hər iki tərəf də buna riayət etməlidir. Bu da əslində biraz balans və bir-birinə güvən, inamın yenidən bərpa olması üçün zaman da ehtiyac var təbii ki. Amma belə bir şey də demək istəyərdim ki, xəyanət dediyimiz mövzu düşüncələrimizin də, yəni düşüncələrdə belə gedə bilər, adicə mesaj sosial şəbəkələrdə də ola bilər. Hər nə kimi halda olsa belə, əgər qarşı tərəfə siz xəyanət edirsiniz, yəni xəyanət olur
bir proses olur və öz vicdanınıza yəni vicdanınıza sığışdıra bilmirsinizsə, bir münasibətinizə baxmaq, həqiqətən də bu münasibətdə mən xoşbəxtəmmi? Mən nəyə görə bunu edirəm deyə bir sual vermək daha yaxşı deyilmi? Çünki qarşı tərəfi də həqiqətən də hörmət etməyimiz çox önəmlidir. Onun mənim həyatımda dəyəri çox önəmlidir. Elə insanlar var ki, həyat yoldaşı da var, kənarda bir başqa bir xanım da var. İkisini də deyir mən sevirəm. Bu sevgidirmi? Yəni sən həqiqətən də ikisini sevirsən, ikisinin də həyatında olmağını istəyirsən. Yoxsa birindən, yəni asıl iki xanımın da asılsanmı? Yəni ananın və yaxud da başqasının o sevgini tam ala bilmədiyin üçün bu iki xanımla doldurmağa çalışırsan. Kişilərin əslində bəyənilməyə çox ehtiyacı var. Bir kişi onu yaşadan şey, güclü hesab etdirən şey onun bəyənilməyidir. Amma bir qadının sən nəyə ehtiyacı var? Bütün qadınlar soruşsan deyəcək ki, sevgiyə, qayğıya ehtiyacım var. Amma kişinin də buna ehtiyacı var. Kişilərin də ehtiyacı var. Çox bu cür kişilər üçbucaq münasibət yaşayan kişilər ya uşaqlıqda iki qadınla bir yerdə böyümüş, ya anası və onu belə də böyüdən ola bilər. Deyək ki, bu onun baxıcısı ola bilər və yaxud da nənəsi ola bilər. İki qadın arasında ikisinin də sevgisini almaq istəyir və o da yenə ailə həyatı qurduqda da ikisinin də sevgisini almaq istəyir. Və maraqlısı odur ki, bu cür münasibətlərdə əslində xoşbəxt yaşayırlar. Niyə? Orada aldığı sevgini burada istifadə edir, burada aldığı sevgini orada istifadə edir. Yəni bir yerdə xoşbəxtdirsə, o evinə də gətirib ya o xoşbəxtçiliyi verəcək və yaxud da tərsinə ola bilər bəzən. Kişi içində günahkarlıq biraz hissi yaşayır və sonra günahkarlıq hissi yaşayır, amma bunu daşıya bilmir, qaldıra bilmir. Onda nə edir? Ya yoldaşını başlayır günahlandırma, nəsə bir şey tapır ki, sonra özünün aldatmağına bəraət qazandırır ki, hə, elə yaxşı ki, mən elə yəni başqasını seçmişəm, aldatmışam. Hətta bunu dilə gətirən kişilər də var. Sən onsuz da bu cür davranışa layiqsən. Sənin elə bu hərəkətinə görə mən yaxşı edirəm. Qıraqda başqasından gəzirəm və yaxud da ki, başqasını sevirəm. Sən elə buna layiqsən. Bu da təbii ki, narsistlərin sözləridir. Amma dediyim kimi, kişilərin o qədər uşaqlıqda analar onları o qədər belə deyək, təriflə böyüdürlər ki, mənim oğlum belə, mənim oğlum elə və yenə də hər yerdə tərif axtarırlar. Amma bu münasibət içərisində çox problemli bir şeydir ki, evləndim, artıq hə o mənimdir, bu da mənimdir, mülk kimi davranır və bütün səylərini artıq göstərməməyə başlayırlar, belə deyək, həyəcan deyək ölür. Amma bu başdan sona kimi evlilik zaten bir həyəcanı qorumaq üçün olmalıdır. Yəni sən evləndiyin təqdirdə, qarşı tərəfi seçdiyin təqdirdə də baxmalısan ki, mən onun nəyini seçirəm? Bu insanla ömrümün sonuna kimi yaşayıb onunla söhbət edə biləcəmmi? Bir yerdə bir yerə gedə biləcəmmi? Maraqlıdırmı? Təbii ki, ayrı-ayrı zövqləri, fantaziyaları ola bilər hətta. Öz sahələri olmalıdır, hətta bunların fərqli alanları olmalıdır. Amma baxmalısan ki, mən o münasibəti sürdürmək üçün hansı həyəcanları istifadə edirəm, nə qatıram, nə edirəm, mübarizəmdə nə etməliyəm. Çünki evləndikdən sonra bizdə bilirsən ki, bitdi. Evləndim, o mənimdir, bu mənimdir, bitdi, səy göstərmir. Niyə? Yəni dünya standartlarına da baxanda ən gözəl qadınlar belə aldadılıb, ən gözəl kişilər belə heç qadınlar tərəfindən seçilməyib. O zaman sən niyə evlilikdə özünü tanrı sanmış kimi hesab edirsən ki, məndən vazgeçə bilməz? Necə? Məni aldada bilər, məni xəyanət edə bilər. Heç vaxt ola bilməz ki, mənim yoldaşım heç vaxt mənə xəyanət edə bilməz. Sən nə edirsən bəs xəyanət olmamaq üçün? Bəzən də həqiqətən də sən dediyin kimi insan özünü o qədər sevmir ki, belə deyim, çox vaxt deyir ki, ora getmə, kontrol altında saxlayıb idarə etməyə çalışır, hər yerə bir proqram yüklü falan. Artıq belə deyim də yoldaşının beyninə salır ki, xəyanət etmək lazımdır, yəni bu siqnalı verir əslində. Bu da heç doğru deyil. Görün özünə nə qədər özünə güvənmir, özünə inanmır ki, partnyoruna da inanmır. Və partnyoruna da bu qısqanclıq dediyimiz şey, məncə qısqanclıq bir ayrı bir başqa bir mövzudur deyə düşünürəm. Qısqanclıq şəklində idarə etməyə çalışır. Çünki özündə o qədər güvənsizlik hissi var ki, təbii ki, bu anasının, atasının yaşadığı travmalardan da irəli gələ bilər. Təbii ya da
dostunda, bacısında, qardaşında gördüyü şeylərdən qorxub edə bilər. Bir şey var burada bir tetikləyən bunu səbəbi təbii ki, amma bu şəkildə etdiyiniz təqdirdə təbii ki, qarşıdakı belə bir söz mərdi qova namərd etmək kimi bir şeydir əslində. Adam heç bəlkə də xəyalət kimi bir düşüncəsi yoxdur. Hə, artıq başlayır ki, yəni onsuz da etsəm də etməsəm də deyərlər kimisindən bir şey yaşayır. Çox vaxt da qadınlar təşviq eləyir, öz yoldaşlarını onu xəyanət etməsinə təşviq edirlər. Yəni o belə də şübhələrlə sən bunu niyə etdin? Sən bunu eləyirsənsə demək yüksək nəsə var deyə təşviq edirlər. Və kişilərin aldatmasının da bir səbəblərindən biri də ailədə çox vaxt ataların onları bacarıqsız dediyi kişilər çox vaxt ailə qurduqlarında onlar öz yəni dırnaqarası gücünü göstərmək üçün bunu edə bilirlər çox vaxt. Hətta bəzən elə edirlər ki, açıq-aşkar şəkildə, yəni gücünü elə göstərirlər. Amma bir qadın və yaxud bir kişi xəyanət etməmək üçün və xəyanətə uğramamaq üçün nə etməlidir? Bir qadın öz dişiliyini, bir kişi isə öz maskulinliyini artırmalıdır, onun üzərində işləməlidir. Eynən, yekun olaraq da mən də bunu demək istəyirəm ki, həqiqətən də hər bir qadın, hər bir kişi özünü sevib, dəyər versə və özünə vicdanlı və qarşı tərəfə, partnyoruna qarşı vicdanlı olsa, xəyanət hissi yaranırsa, bir durub özünə bir baxmalıdır. Mən nəyə görə bunu istəyirəm? Bəlkə də münasibətimiz bitib, yəni olmayan bir münasibəti uzatmaq yerinə boşanmaq, doğru şəkildə deyirik, biz evliliyi bacarmadıq, heç olmasa boşanmağı bacara bilərsiniz. Yəni ortada bir uşaq varsa, heç uşaq da olmasa, dost kimi həqiqətən də normal şəkildə boşanıb yolunuzu, həyatınızı davam etdirə bilərsiniz. Təbii ki, bu bitmiş münasibətlərdən söhbət gedir. Əgər yox, sizin hələ də sevginiz, dəyəriniz varsa, hörmətiniz varsa qarşı tərəfə, qadın, kişi, kimliyindən asılı olmayaraq özünüzə bir dönün baxın. Bunu etmək istəyirsinizsə, bunun səbəbi var. Doğrudur. Mən də son olaraq demək istəyərdim ki, öncə şübhəyə düşmək əvəzinə güvənməyi seçin, daha sonra sevməyi seçin. Təbii ki, heç kim xəyal qırıqlığına uğramaq istəməz. Amma xəyal qırıqlığına uğramamaq üçün inanmaq lazımdır həyata və həyatın gətirdikləri gözəlliklərə. Hələlik, xoşluqla qalın.